İndi nə düşürsünüz küçələrə ki, Ramiz Mehdiyevin pulunu alıb buraxırlar. Bu harda, kim gördü, kim aldı o pulu? Hansınız gördünüz? Yəni bunlar özləri yayırlar. Özləri Hafiz yayırlar bəy, ki, doğrudan məsələ pul Bəli. məsələsidir. Yəni həqiqətən hətta rəqəm səsləndirirlər ki, cəmi 3-4 milyard vəsait var. 3-4 milyarddır mı Ramiz Mehdiyevin ümumiyyətlə idarə etdiyi vəsait? Yoxsa daha çoxdur? Sizin ehtimallarınız nədən ibarətdir? Ayılım 3-4 milyard onu Sevinçka puludur. Sonra dovşanlarına verdiyi yemi ayrı cür yemlər gətirir. Ramiz Mehdiyevin Azərbaycanda, elə xaricdə, digər dövlətlərdə olan malını, mülkünü satsa bir 50 milyard, 100 milyard onun vəsaiti var. Yəni Bunlar Azərbaycan hamısı dövlətindən satılmalı. zəngindir bu adam deyirsiniz. Bizim dövlət büdcəmizdən böyükdür bunun büdcəsi. O il Azərbaycan 5 il dövlət büdcəsi Ramiz Mehdiyevin yığdığı pullar hesabına, onun varını, dövlətini, onun malikanələrini, onunla xaricdə olanları, ondan sonra nə bilim, hər yerdə olanlar, Ermənistanda, Yerevanda onun məsələn otelləri, Sevan gölünün qırağında bizim o Göyçə gölünün bəri başında biz Göyçədə böyümüş insanlar, onun bəri başında çox gözəl yerlər var. Dilicana tərəf yerlər meşəlikdir. Göyçə gölündə də yaxşı farel balığı vardı. Dünyada ən məşhur balıqdır. Bunun qızı gedib yayda orada dincəlir. Bunu görmürlər. Orada bunun nə qədər vəsaiti var. Ondan sonra bunun Ermənistana nə qədər küllü miqdarda maliyyə vəsaiti qoyubdur. O cümlədən Rusiyanın müəyyən şəhərlərində bunun böyük əmlakları var, böyük. Yəni bunların hamısını toparlayıb, üzr istəyirəm, satıb, hərrada çıxarıb gətirib bir xalq fondu yaradıb oraya qoysalar nə olar ki?